Salam uşaqlar, bugünkü fizika dərsimizin mövzusu dəyişən cərəyan dövrəsində induktiv sarğac və test izahı olacaqdır. Əvvəlcə kiçik bir mövzunun izahına baxaq. Deməli, dəyişən cərəyan dövrəsinə sarğac qoşulub. Baxın, bu dəyişən cərəyanın şərti işarəsidir. Diqqətli olun testlərdə. Dəyişən cərəyan dövrəsinə sarğac qoşulanda sarğacın cərəyana göstərdiyi müqavimət olur induktiv müqavimət. İnduktiv müqavimət XL hərfi ilə işarə olunur. Və hər bir müqavimətin vahidi istər induktiv, istər aktiv, istərsə də bu müqavimətin vahidi ohmdur. Onu da volt bölünsün amperlə nə edəcəksiniz? Əvəz edəcəksiniz. Və dəyişən cərəyan dövrəsində cərəyan şiddəti harmonik qanunla dəyişir və cərəyan şiddətinin tənliyi I bərabərdir IM sinus omega-t. IM burada cərəyan şiddətinin amplitud qiyməti, sinusdan sonra gələn omega isə gedir dövrü tezlik. Və bu qrafikə baxın, tənliyə qrafik qururuq, cərəyan şiddətinin zamandan asılı qrafiki sinuslu koordinat başlanğıcından başlayır. Sonra qrafikdən periodu artıq tapmağı bilirik, yəni 4 dənə pi bölü 2 saymaqla periodun qiymətini buradan götürə bilərik. Sonra dövrədən, sarğacdan cərəyan keçdikdə sarğacda öz-özünə induksiya hadisəsi yaranır, hadisəsi baş verir və öz-özünə induksiya EHQ-sını tənliyini almaq üçün bilirik ki, EHQ cərəyan şiddətinin zamana görə bir tərtib teoreməsidir. Yəni, öz-özünə induksiya EHQ-sı bərabərdir. Mənfi L vurulsun, delta I bölünsün, nə yazırıq? Delta T yazırıq. Və buradan teorema alsaq, belə bir tənlik alırıq. Və həmin tənlikdən də istifadə etməklə gərginliyə bir tənlik çıxartmalıyıq. Bəs nəyə görə? Nədir çıxır tənlik? Əgər sarğacın aktiv müqaviməti nəzərə alınmırsa, öz-özünə induksiya EHQ-sı elə əks işarə ilə sarğacın ucundakı gərginliyə bərabərdir. Yəni, U bərabərdir mənfi EHQ və EHQ-yə aldığımız tənliyi burada yerinə yazsaq, işarə dəyişdi. Yəni, baxın, tənliyin, baxın, kosinusun qarşısındakı bu ifadə olur gərginliyin maksimal qiyməti. Yəni, UM bərabərdir L vurulsun, IM, cərəyan şiddətinin maksimal qiyməti vurulsun omega. Və həmin tənliyə də biz qrafik qururuq. Qrafik quranda olur, nədir? Kosinus əhrisi. Bu isə o deməkdir ki, dəyişən cərəyan dövrəsinə sarğac qoşulubsa, cərəyan şiddəti rəqslərinin tən qrafikindən gərginlik rəqslərinin grafikinə keçəndə qrafikdən pi bölü 2 qədər silirsiniz. Yəni, bu, məsələn, qayda olaraq dərsliklərdə nə görəcəksiniz, nə oxuyacaqsınız? Orada deyir ki, gərginlik rəqsləri cərəyan şiddəti rəqslərini pi bölü 2 qədər qabaqlayır. Əgər gərginlik rəqsləri pi bölü 2 qədər qabağa düşürsə, cərəyan rəqsləri isə ondan pi bölü 2 qədər nə qalır? Geri qalır. Məsələn, cərəyan şiddətinin qrafikindən gərginliyin grafikinə keçəndə testdə buradan pi bölü 2 bir silməklə siz gərginliyin grafikini ala bilərsiniz. Olacaq, baxın, gərginliyin qrafiki. Amma gərginlikdən cərəyana keçdikdə qrafikə pi bölü 2 əlavə edəcəksiniz. Növbəti səhifəmizdə isə yenə dəyişən cərəyan dövrəsində, məsələn, cərəyan şiddətinin maksimal qiyməti IM bərabərdir UM bölünsün omega, sonra induktiv müqavimət. Hər bir müqavimətin özünün asılı olduğu düsturu var və induktiv müqavimətin də asılı olduğu düstur XL bərabərdir omega L. L burada sarğacın induktivliyidir və induktivlik bilirik ki, sarğaca daxil olan həm də içlikdən asılıdır. V vurulsun E0 və bunu L-in yerinə burada yazmaqla biz alırıq ki, induktiv müqavimət maqnit nüfuzluğu ilə düz mütənasibdir. Sonra tezliklə düz periodu ilə nədir? Tərsdir. Sonra dəyişən cərəyan dövrəsində ohm qanunu yazsaq, cərəyan şiddəti və gərginliyin təsir edici qiymətləri üçün belə bir düstur alınır. Sonra induktivliyin vahidi də qeyd etdik ki, ohmdur. Sonra XL-in, baxın, qrafiklərini qurmuşam burada. Bura L-in qarşısına mühünü də yaza bilərsiniz. Çünki XL, yəni induktiv müqavimət maqnit nüfuzluğu ilə də düz mütənasibdir. İndi isə keçək topludan mövzumuzun izahına. Baxaq birinci testimizə. Dəyişən cərəyan dövrəsinə deməli, sarğac qoşulub, həmin sarğac qoşulmuş dövrədə cərəyan şiddətinin zamandan asılı qrafiki verilir və bizdən sarğacdakı gərginliyin zamandan asılı qrafiki soruşulur. Qeyd etdim ki, cərəyan şiddətinin grafikindən gərginliyin grafikinə keçid etdikdə qrafikdən bir pi bölü 2 silirsiniz. Bu zaman qrafik hara sürüşdü? Pi bölü 2 qədər qabağa sürüşdü. Yəni, U-nun qrafiki pi bölü 2 qədər qabağa sürüşdü. Baxın, qrafik belə başlayacaq. Deməli, qrafik 4-cü rübdən başlayır sinusla. 4-cü rübdən sinusdan başlayan olur bizdə A variantı. Sonra eyni ilə 2 nömrəli testdə isə gərginliyin qrafikini verib. Gərginliyi qrafikini verib, indi bizdən cərəyan şiddətinin qrafikini soruşur. Qeyd etdik ki,
cərəyan şiddəti gərginlik rəqslərindən pi bölü 2 qədər geri qalır. Yəni, o zaman biz qrafikə bir pi bölü 2 əyri etməli. Pi bölü 2 əyri əlavə etməli. Əlavə edəndə, deməli, burada im qrafik kosinus əyrisi oldu. Neçənci rübdən? 4-cü rübdən kosinus əyrisi olur. B variantı. Digərləri isə düsturlarla bağlı testlərdir. Baxaq düsturlarla bağlı testlərimizə. Bunu burada saxlayın. Baxaq elə hazır düstur özü qalsın burada. Deməli, dəyişən cərəyan dövrəsinə qoşulur. İnduktiv müqavimətin düsturu. Yəni, induktiv müqavimətə malik dövrədə cərəyan şiddətinin təsir edici qiyməti. Yəni, bizdən ohm qanunu soruşur. I bərabərdir, U bölünsün nədir? XL olur. Hansı variant? A variantı. Sonra 4 nömrəli testdə XL hansı fiziki kəmiyyətin, deməli, XL ilə hansı fiziki kəmiyyət təyin olur? Yəni, omega L ilə. Omega L burada, omega burada dövrü tezlikdir. Dövrü tezlik vurulsun induktivlik, bu bizə verir induktiv müqaviməti olur. A variantı. Sonra dəyişən cərəyan dövrəsində induktiv müqavimətin düsturu D variantı. Bunlar çox sadə testlərdir. Məsələn, 6 nömrəli testdə nə etməlisiniz? Qrafik qurmalısınız. İnduktiv müqavimətin, yəni verilmiş sarğac deyirsə, burada induktivlik sabit qalır. O zaman induktiv müqavimət tezliklə olur, düz mütənasib. Doğru cavab olur D variantı. Nəyi xatırlatmaq istərdim? İnduktiv müqavimət diqqətli olun. Yəni XL dəyişən cərəyan dövrəsində cərəyan şiddəti və gərginliyin təsir edici maksimal qiymətlərindən nədir? Asılı deyil. Yəni I-dən, U-dan asılı deyil. Amma digərlərsə, məsələn, I burada XL ilə nədir? Gərginliyin sabit qiymətində cərəyan şiddəti induktiv müqavimətlə tərs mütənasibdir. Sonra gərginlik isə cərəyan şiddətinin sabit qiymətində XL ilə düz mütənasibdir. Sonra 7 nömrəli testdə dəyişən cərəyan dövrəsində verilmiş tezlik. İndi tezlik sabitdir. XL-in induktivlikdən asılılığı soruşur, nə olacaq? D variantı. Yəni XL bərabərdir 2 pi nü L yazırsınız. L ilə düz mütənasib. Sonra 8 nömrəli testdə dəyişən cərəyan dövrəsində induktiv müqavimət, dəyişən cərəyan dövrəsində daha doğrusu induktiv müqavimət hansı ifadə ilə təyin olunur? Baxın, olur burada hansı variant? Y variantı. Yəni 2 pi nü L. Düsturu yazırsınız, dəqiqləşdirirsiniz. 9 nömrəli testdə isə induktiv müqavimətin periodla olan düsturu soruşur. O da nədir? Omeganı açırsınız burada. 2 pi bölünsün T ilə alır C variantı. Sonra 10 nömrəli testdə hansı ifadə doğrudur? Sarğac qoşulmuş, deməli, dəyişən cərəyan dövrəsidir. Bir sarğacda cərəyan şiddətinin rəqsləri. Qeyd etdik ki, sarğacdakı cərəyan şiddəti rəqslərindən biz gərginlik rəqslərinə keçəndə qrafikdən pi bölü 2 silmişdik. Bu deməkdir ki, cərəyan rəqsləri gərginlik rəqslərindən pi bölü 2 qədər geri qalır. Baxın, cərəyan rəqsləri gərginlik rəqslərindən fazlaca pi bölü 2 qədər nə qalacaq? Geri qalacaq. Sonra 11 nömrəli testimiz sarğacın cərəyana göstərdiyi müqavimət. Deməli, sarğacın dəyişən cərəyana göstərdiyi müqavimət olacaq nədir? İnduktiv müqavimət. Məsələn, desək ki, kondensatorun göstərdiyi müqavimət olur nədir? Tutum müqaviməti. Sonra 12 nömrəli test məsələdir. Məsələdə bizdən nə soruşur? Deməli, sarğacın induktivliyi verilib. Sonra burada dövrü tezlik verilir. Bizdən induktivlik soruşur. Baxın, bu düsturu yazırsınız. XL bərabərdə omega L. Düsturdan L-i tapırsınız. L-i tapanda XL-i omegaya böləcəksiniz. Yəni 50 bölünsün 100. Neçə alacaqsınız? 0,5. Sonra 13-dən 15-ə qədər olan testlər fiziki kəmiyyətin artıb və ya azalması ilə bağlıdır. Birinci, baxaq elə birinciyə. 13-ə. Sarğac qoşulun sabit induktivlikli sarğac. Deməli, bu deməkdir ki, induktivliyin qiyməti burada sabit qalır. L konstant. Dəyişən cərəyan dövrəsində tezlik 2 dəfə artır. Deməli, 2 nü. Tezlik 2 dəfə artdı. Cərəyan şiddətinin amplitud qiyməti necə dəyişər? Gərginlik sabitdir. Aktiv müqavimət nəzərə alınır. Bizdən soruşur cərəyan şiddətinin amplitud qiyməti. İM soruşur. Bunun üçün ohm qanunu yazırsınız. Yəni, maksimal qiymətlə İM bərabərdir. UM bölünsün XL. XL-i də 2 pi nü L ilə əvəz edirsiniz. 2 pi nü vurulsun L. Və buradan alırıq ki, cərəyan şiddətinin amplitud qiyməti İM tezliklə nədir? Tərs mütənasibdir. Tezlik 2 dəfə artırsa, cərəyan şiddətinin amplitud qiyməti 2 dəfə azalacaq. Doğru cavabımız olacaq B variantı. 14-də də sarğacın induktivliyi sabitdir. Tezlik 2 dəfə azalır. Cərəyan şiddətinin amplitud qiyməti onda 2 dəfə nə edəcək? Artacaq. Mütləq baxın, düsturu qeyd edib əsaslandırırsınız. Çünki adi sadə bir testdir. Bu testi sizə elə ətraflı qoyulan suallarda da verə bilər. Amma həmin suallarda artıq mütləq düstur yazılmalıdır.
Sonra 15 nömrəli sabit tezlikli. İndi deyir ki, tezlik sabitdir. Baxın, tezliyi sabit qoyub bizdə. Belə yazırsınız, növ konstant, növ konstant. Sonra induktivlik 4 dəfə artır, yazırsınız 4-ə. Cərəyan şiddətinin amplitud qiyməti necə dəyişər? Yazırıq, I bərabərdir. OM bölünsün amplitud qiyməti üçün XL. XL-in yerinə nə yazacaqsınız? 2 pi nü L. Elə burada omega L də yaza bilərsiniz. Çünki tezlik sabitsə, deməli burada omega da sabitdir periodda. Yəni yazaq elə omega L. Cərəyan şiddəti burada induktivliklə tərs mütənasibdir. İnduktivlik 4 dəfə artırsa, cərəyan şiddəti 4 dəfə azalacaq. Doğru cavabımız olacaq B variantı. Sonra 16 nömrəli test. XL bölünsün 2 pi L. Deməli bu XL-in yerinə, yəni induktiv müqavimətin yerinə elə bir düstur yazmalı ki, məxrəcdəki kəmiyyətlər ixtisar getməlidir və yerdə qalan kəmiyyəti biz tapmalıyıq. Deməli XL-in yerinə uyğun olan, baxın bu düsturu yazacaqsınız. Yazacaqsınız 2 pi nö L, məxrəcdə də 2 pi L. İxtisar getdi. Burada nə qaldı? Tezlik. Deməli nəyi təyin ediblər? Dəyişən cərəyanın tezliyini. Sonra 17 nömrəli test bizdə vahidlərlə bağlı bir testdir. Yəni volt bölünsün, hertz vurulsun, Henry. Deməli hertzi açacaqsınız 1 bölünsün saniyə ilə, saniyə çıxacaq kəsrin surətinə. Bəs Henry'ni nə ilə əvəz edəcəksiniz? Gəlin əvvəlcə sizə bir kömək məqsədi ilə, baxın bu düstura görə mən təyin edirəm. Öz-özünə induksiyon düsturunu yazıram, mənfini yazmadım bura. Delta I bölünsün delta T. Buradan induktivliyi tapırsınız, yəni L-i tapsaz, EH-i vurulsun delta T, bölünsün nə alırıq? Delta I. Buradan da vahidini çevirsək, EH-nin vahidi də voltdur. Volt vur saniyə, bölünsün nə alırıq? Amper. Bu isə bizə verir 1 Henry. Baxın, Henry üçün aldığımız bu ifadəni, yəni, gətirib burada yerinə yazırıq. Hertzi açdıq 1 böl saniyə ilə, saniyə çıxdı kəsrin sürətinə. Aldıq volt vur saniyə, böl amper. Volt vur saniyələr getdi, surətdə 1, məxrəcdə də 1 böl amper oldu amper. Deməli, amper nəyin vahididir? Amper cərəyan şiddətinin vahididir. Baxaq, hansı testə baxırdıq? 17-yə. Doğru cavabımız oldu D variantı. Sonra 18 nömrəli testdə deməli, bizə nə verir? Henry bölünsün nədir? 10. Baxın, buradan da yenə əvvəlki kimi Henry'ni açacaqsınız, volt vurulsun saniyə, bölünsün amper. Onu da açırıq ohm qanunundan, çünki ohm qanunundan XL bərabərdir. Məsələn, induktiv müqavimət götürsəm, o böl nədir? I. İstər XL, istər aktiv müqavimət, istərsə də tutum müqavimət, bütün müqavimətlər üçün vahidi ohm olub, ohmu həmişə açacaqsa volt bölünsün amper. Yəni, uyğun bir düstura görə. Buraya yazırsınız volt bölünsün amper. Amperlər getdi, voltlar getdi, yerdə qaldı saniyə. Saniyə 2 fiziki kəmiyyətə vahid götürüləcək. Bunun biri zamandır, biri də perioddur. Yəni, bunlardan hansının adı gedir bizim testdə? Zamanın doğru cavab olur D variantı. Sonra 19 nömrəli testdə uşaqlar belə bir qrafik veriləndə deyir ki, konturun induktivliyi ədədi qiymətcə hansı ifadəyə bərabərdir? Birinci biz qrafikdən tangens və ya kotangens alfanı təyin etməliyik. Bunun üçün nə edirsiniz? Baxın, buradan buraya XL-dirsə, XL-i özünə paralel köçürdük bura. Buraya yazdı XL, bu isə nüdür. Burada bir düzbucaqlı üçbucaq aldıq. Qarşı kateti bölürük bitişik katetə. Yəni XL-i bölürük nüyə. Qarşı kateti bitişik katetə böləndə bizə verir tangens alfa. Və induktivlik soruşur. Burada da tezlik olduğuna görə induktivliyin, yəni induktiv müqavimətin bu düsturunu mən yazıram bura. Deməli, yazaq 2 pi nü vur L. Məxrəcdə nə var bizə? Nü. Bərabərdir tangens alfaya. Buradan tezliklər ixtisar getdi. Oldu 2 pi, daha 2 pi vurulsun L bərabərdir tangens alfa. Buradan induktivliyi tapırsınız. L-i tapanda nə edəcəksiniz? Tangens alfanı böləcəksiniz nəyə? Tangens alfanı bölürsünüz 2 pi'yə. Doğru cavabımız olur C variantı. Sonra 20 nömrəli testlərin, 23 nömrəli testlər diqqətlə baxsaq, hamısı artar, azalar tipli bir testlərdir. Həmin testləri həll etmək üçün yenə qeyd edim, düstur çıxartmalısınız. Bir verilmiş sarğac. Verilmiş sarğac isə deməli induktivlik burada, sarğacın induktivliyi dəyişməyəcək. Elə yazacaqsa konstant. Tezliyi 4 dəfə azaldıblar. Yazacaqsınız nü bölünsün 4. Və soruşur ki, induktiv müqavimət necə dəyişir? İnduktiv müqavimət XL bərabərdir. Tezliklə olan düsturunu yazırsınız. 2 pi nü L. Və buradan nə aşkarlanır? Deməli, induktiv müqavimət tezliklə düz mütənasibdir.
Tezlik 4 dəfə azalırsa, induktiv müqavimət də 4 dəfə azalacaq. Doğru cavabımız olur C variantı. Digərində isə tezliyi 4 dəfə artırırlar. Bu da 4 dəfə artanda, o da 4 dəfə artacaq. Yəni düstura görə əsaslandırma aparırsınız. 22 nömrəli testdə. 22 nömrəli testdə dəyişən cərəyan dövrəsinə qoşulmuş sarğacın dəmir içliyinin maqnit nüfuzluğu 800-dür. İçliyi çıxartdıqda induktiv müqavimət necə dəyişir? Əvvəlcə induktiv müqavimətin düsturuna maqnit nüfuzluğunu nəzərə alsaq, elin yerinə buraya yazırıq μE0. Biz alırıq ki, induktiv müqavimət sarğacın daxilindəki maqnit nüfuzluğu ilə düz mütənasibdir. Əgər sarğacdan içliyi çıxarsalar, baxın düsturdan μ getdi. İçliyi çıxarsaq, induktiv müqavimətin qiyməti azalacaq. Nə qədər azalacaq? İçliyin qiyməti nə qədərdirsə, o qədər dəfə azalacaq. Deyirsiniz, 800 dəfə azalar. Digərində isə deyir ki, indi içliyi daxil etdilər. μ bərabərdir 200. İçliyi daxil edəndə isə, baxın, içlik daxil olanda isə, məsələn, bəzi testlərdə belə verəcək. Deməli, dəyişən cərəyan dövrəsidir. Dövrəni çəkdiniz. Bura içlik daxil olunur. Baxın, şəkli belə verir uşaqlar. Deməli, μ. İçlik daxil edirsə, XL artacaq, çıxırsa nə olacaq? Azalacaq. Daxil etdikdə, bilirsiniz ki, 200 dəfə artar. Doğru cavabımız olacaq D variantı. Sonra 24 nömrəli testdə nə verilib bizə? Deməli, Henry verilib, yəni induktivlik verilib, induktiv müqavimət verilib, XL verilib. Buradan bizdən tezliyi soruşur. Baxın, XL bərabərdir 2π/L düsturunu yazırsınız. Həmin düsturdan tezliyi tapırsınız. Tezliyi tapanda XL-i bölürsünüz 2π vurulsun L-ə. Buradan XL-i bizə 120 verib. 2π, pi 3-dürsə elə də 6. İnduktivlikdə 0,1-dir. Deməli, surətə məxrəci 10-a vursa bura olur 1200. 12 ilə 6-nı ixtisar aparsınız. 2 cavab olacaq 200. Doğru cavabımız olur D variantı. 25 nömrəli testdə oxşar tipli testi sadəcə qiymətlər fərqlidir və burada da tezlik soruşulur. 26 nömrəli testdə də yenə həmin düsturdan istifadə etməklə siz sarğacın induktivliyini tapırsınız, L-i tapmalısınız. Buradan L-i tapsaz, L-i tapanda XL-i, yəni induktiv müqaviməti XL-i böləcəksiniz 2π/N-yə. Baxaq, induktiv müqavimət, baxın, induktiv müqavimət neçədir? 120-dir. Mən surətə 120 yazırsınız. 2 vurulsun pi, tezliyi verib bizə 50-dir, pi-ni də. Deməli, 2π 6-dır, tezliyin qiyməti də 50-dir. Dardır. Buradan da sıfırlarımız getdi. 6 vur 5 bizə neçəni verir? Verir 30-u. Buradan da 12 yazsaz, 3 ilə 12, 4. Cavab alacaqsınız neçə? 0,4. Oldu D variantı. Sonra 27 nömrəli test qrafika görə fiziki kəmiyyətin müqayisəsidir. Müqayisə aparmaq üçün iki üsuldan istifadə edə bilərsiniz. Birinci, buradan soruşur induktivliyin ən böyük qiyməti. Buradan L-i tapırsınız. Deməli, L bərabərdir. XL bölünsündən yazırsınız omega. İnduktivliyin böyük qiyməti deyirsə, baxın, induktiv müqavimət böyük olmalıdır. Omega isə hansı qiymət almalıdır? Kiçik qiymət almalıdır. Deməli, qrafikdən belə istifadə edəcəksiniz. Baxın, bəli, bura XL, burada yazırsınız omega. Deməli, XL böyük olmalıdır. Sıfırdan uzaq bir nöqtə seçirsiniz. Omega isə kiçik olmalıdır. Sıfıra bir yaxın nöqtə. Həmin nöqtələrdən, baxın, xətlər keçirməklə həmin xətlərin kəsişməsinə baxırsınız. Və kəsişən nöqtədə induktivlik böyük qiymət aldı. Bu da oldu 4 nöqtəsi. Digər bir üsul isə nə edərsiniz? Məsələn, düstura görə bilirik ki, XL omega ilə düz mütənasibdir. Verilən nöqtələrdən düz xətlər keçirirsiniz. Harada? Koordinat başlanğıcından almaqla. Bir düz xət buradan keçdi. Biraz pis keçirdim düz xətti. Yenidən keçirək. Baxın, koordinat başlanğıcı. Əvvəlcə biri 4-dən keçir. Sonra digərləri vasitə bundan keçdi. Bir də buradan. Neçə düz xət alındı? 3 düz xət alındı. Hər düz xəttin altında bir alfa bucağı var, bir meyil bucağı var. XL-i burada omegaya bölsək, XL bölünsün omega bizə verir tangesi alfanı. Omeganın XL-in yerinə omega L yazsaq, buradan alırsınız L bərabərdir tangesi alfa. Və görürük ki, induktiv müqavimət qrafikdəki düz xəttin altındakı alfa bucağı ilə düz mütənasibdir. Bucağı böyük olanın induktivliyi böyük, kiçik olan isə nədir? Kiçikdir. Doğru cavab oldu D variantı. Sonra 28 nömrəli testdə dəyişən cərəyan dövrəsidir. Dövrəyə sarğac qoşulub və cərəyan şiddətinin amplitüd qiymətinin dövrü tezlikdən, yəni omegadan asılığı soruşur.
Bunun üçün im 10 qanunu yazırsınız. im bərabərdir UM bölünsün XL. XL-in yerinə nə yazacaqsınız? Omega L. im burada omega ilə tərs mütənasibdir. Tərs mütənasib əyri bizdə olur. Y variantı. Sonra 29 nömrəli testimizdə deməli gərginliyə zamandan asılılıq tənlikləri verilib. Deyir ki, hansı cərəyan mənbəyinə sarğacı qoşduqda onun induktiv müqaməti ən böyükdür. Yəni XL-in böyük olması üçün omegası böyük olmalıdır. Çünki induktiv müqamət gərginlikdən, amplitud və ya ani qiymətindən, yəni təsir edici qiymətlərdən asılıdır. Omegada tənliklərdə bilirik ki, həmişə sinusdan sonra gələn omeganın qiymətidir. Və baxırsınız ki, deyir ki, induktiv müqamət böyük olsun. Onda omegası böyük olmalıdır. Burada da omegası böyük olan, yəni dövrü tezliyi böyük olan D variantıdır. Yəni doğru cavabımız olacaq D variantı. Sonra 30 nömrəli testdə də eyni testi. Bir de burada deyir ki, induktiv müqamət kiçik olsun. Kiçik olması üçün omegası kiçik olan tənliyi seçirsiniz. Sinusdan sonra gəlin omegası kiçik olan, baxın 100 oldu Y variantı. 31 nömrəli testdə dəyişən cərəyan dövrəsinə qoşulmuş sarğacdakı gərginliyin zamandan asılı qrafiki verilir. Deyir ki, hansı nöqtədə cərəyan şiddətinin modulu maksimum olar? Bilirik ki, dəyişən cərəyan dövrəsində cərəyan rəqsləri ilə gərginlik rəqsləri arasında faza fərqi nə qədərdir? 1/2. Bu isə o deməkdir ki, cərəyan şiddəti maksimal qiymət alanda gərginlik hansı qiymət almalıdır? 0. Şimdi bizə deyir ki, cərəyan şiddəti maksimumdur. Onda biz gərginliyin 0 olduğu nöqtələri seçməliyik. 2, 1 də 4. Yəni gəlirik, bax 2 və 4-lə gərginlik oxunun üzərinə biz qarşımıza 0 çıxır. Bu o deməkdir ki, gərginlik 0-dır. Deməli, cavab olacaq 2, 4. Digərində isə deyir ki, cərəyan şiddəti 0 olsun. Yenə sarğac qoşulur. Cərəyan şiddəti 0 olması üçün onda gərginlik hansı qiymət almalıdır? Gərginlik maksimum qiymət almalıdır. Qrafikdə gərginliyin tənliyi qrafik olduğuna görə kənar nöqtəni, məsələn 2 nöqtəsindən gəldik, gərginlik maksimum qiymət alıb. 4 nöqtəsindən də gəldik, gərginlik maksimum qiymət alıb. Deməli, cavab olacaq 2, 4, Y variantı. Sonra 33 nömrəli testdə dəyişən cərəyan dövrəsində içliksiz sarğacın müqaməti XL-dir. Yəni, içlik yoxdursa, XL bərabərdir. Omega vurulsun L0 yazaq. Əgər sarğaca içlik daxil etdikdə isə bu birinci hal X2 bərabər olacaq. Omega mü vurulsun L0. İçliyi də bizə 800 verir. 800 L0 olur. Ona biz alırıq ki, XL2 bərabərdir. 800 XL1. Deməli, 800 dəfə artdı. Doğru cavab oldu. C variantıdır. İçliyi daxil etdikdə, çıxartdıqda deyəcəksiniz ki, məsələn, B variantı olacaq. XL böl 8. İndi doğru cavabımız burada C variantı. Digər isə açar sözlərdir. Açar sözlərdə də diqqətli olun. Deməli, nə verir bizə? Dəyişən cərəyan qoşulmuş cərəyan şiddəti dövrəsində gərginlik və cərəyan şiddətləri rəqsləri eyni fazada. Deməli, cərəyan şiddəti və gərginlik rəqsləri o zaman eyni fazada rəqs edir ki, dövrəyə aktiv müqavimət qoşulsun 4, yəni R. Sonra, lakin qoşulmuş dəyişən cərəyan dövrəsinə gərginliyin rəqsləri cərəyan şiddəti rəqslərini qabaqlayır. Deməli, gərginlik rəqsləri cərəyan şiddəti rəqslərindən o zaman qabaqlayır ki, dövrəyə qoşulub sarğac, induktivliyə malik sarğac. Buraya yazırıq 1. Baxaq görək variantlarda. Aha, deməli, elə A variantından biz çıxdıq. A variantından tapa bildik biz. 4, 1. Ardını geçsək, dedik ki, dəyişən cərəyan dövrəsində müəyyən müqavimətə malikdir və bu tutum müqaviməti adlanır. Deməli, tutum müqaviməti nə yaradır? Kondensator. Deməli, bura oldu 2. Kondensator dəyişən cərəyan dövrəsinə müqavimətə malikdir. Bu tutum müqaviməti adlanır. Sonra isə ki, tutum müqaviməti qoşulmuş dəyişən cərəyan dövrəsində, baxın, dəyişən cərəyan dövrəsində tutum müqaviməti və amplitud qiyməti, bir dənə burada olsa cərəyan şiddətidir. Cərəyan şiddətinin amplitud qiyməti tezlikdən asılıdır. Deməli, doğru cavabımız oldu A variantı. Keçək növbəti testə. Növbəti testdə açar testi, eyni tipli testi. Bunu özünüz baxarsınız. Baxaq biz 36 nömrəli testdə. Deməli, 36 nömrəli testdə Venn diaqramı verilmişdi. Deməli, deyir ki, dövrəyə bir sarğac qoşulub, dəyişən cərəyan dövrəsinə, bir də kondensator. İstilik miqdarı ayrılmır. İstər sarğac, istərsə də kondensator qoşulsun, istilik miqdarı ayrılmır. İstilik miqdarı ayrılır ancaq aktiv müqavimətdə. Əgər yadınızdadsa, onun izahında biz yazırdıq ki, I kvadratı RT.
Bu aktiv müqamətə aiddir. Burada istilik ayrılmır. Orta güc sıfırdır. O da burada orta güc sıfırdır. Deməli 3'e oldu 1, 3. Deməli doğru cavabımız elə A variantı ilə aşkarlanır. Gəlin amma ardını gedək. Cərəyan şiddətinin rəqsləri gərginlik rəqslərini fazaca pi bölü 2-yə qədər qabaqlayır. Bu kondensatordur. Çünki kondensatorda biz gərginlik qrafikindən biz cərəyan şiddətinin qrafikinə keçəndə pi bölü 2 silirdik. Onda cərəyan pi bölü 2 qədər qabağa düşürdü. Sonra cərəyan şiddətinin amplitud qiyməti dəyişən cərəyanın tezliyi ilə düz mütənasibdir. Bunun üçün düsturu yazmalıyıq hər ikisi üçün. Məsələn, dövrəyə sarı kondensator qoşulubsa, bu bölünsün yazırsınız xc. xc-ni 1 bölü omega ilə açanda, burada alacaqsınız 2 pi nöc. Biz aldıq ki, cərəyan şiddətinin amplitud qiyməti, yəni İm, gərgin tezliklə nədir? Düz mütənasibdir. 4'ü buraya yazsınız. 2, 4. Ona görə doğru cavabımız oldu bu. 5 də gəlib çıxır sarğaca. Cərəyan şiddətinin amplitud qiyməti dəyişən cərəyanın tezliyi ilə tərs mütənasibdir. Baxın, bu düsturdan XL-in yerinə yazırsınız 2 pi L. Onda cərəyan şiddətinin amplitud qiyməti tezliklə tərs mütənasib asılıdır. Baxın, deyir tərs mütənasib. Doğru cavab oldu A variantı. 37 nömrəli test sadəcə düsturdur sizdə. Dəyişən cərəyan dövrəsinin sarğacı qoşulub. Cərəyan şiddətinin təsir edici qiyməti. Baxın, elə bu düstur. I bərabərdir. U bölünsün. XL. XL-in yerinə nə yazacaqsınız? Omega L olacaq B variantı. Sonra 38 nömrəli testdə. Deməli, dəyişən cərəyan dövrəsi verib. Dövrəyə 2 sarğacı qoşulub. Birinin induktivliyini L verib, biri 2L, bir də ampermetr var. Bir ki, K açarını bir vəziyyətindən 2 vəziyyətinə keçirdikdə dəyişən cərəyan dövrəsinə qoşulmuş ampermetrin göstərişi necə dəyişər? Ampermetrin göstərişi necə dəyişər düsturu yazırsınız. Yazırsınız I bərabərdir. Bu bölünsün XL. XL-i də nə ilə açırsınız? Omega L-lə. Burada baxırıq ki, cərəyan şiddəti sarğacın induktivliyi ilə tərs mütənasibdir. Açar bir vəziyyətindən 2 vəziyyətinə gələndə induktivlik 2 dəfə artdı. Onda cərəyan şiddətinin qiyməti 2 dəfə azaldı. Doğru cavabımız olur C variantı. Sonra 39 nömrəli testdə isə yenə 2 dənə ilə ayrı-ayrı dövrələr verilib. Hər iki dövrədə gərginliyin amplitud qiymətləri eynidir, amma dövrü tezlikləri fərqlidir, induktivlikləri fərqlidir və bizə deyir ki, cərəyan şiddətinin, yəni təsir edici qiymətlərini müqayisə edin. Birinci düsturu çıxarırsınız, yazırsınız ki, I bərabərdir. Amplitud qiymətlə geçsək, yəni UM bölünsün kök 2, məxrəcə də yazırsınız XL, XL də nə ilə açırıq? Omega L. Və buradan alırıq ki, bu yemlər, yəni gərginliyin amplitud qiymətləri sabitdir. Bu kök 2 bunlar ixtisar gedəcək. Biz aldıq ki, cərəyan şiddəti omega və L ilə tərs mütənasibdir. Buradan tənasüb qurursunuz. Deməli, I1 bölünsün I2 bərabərdir. Deməli, buna yazırıq 1 bölünsün omega 1 L1. Burada yazırsınız 1 bölünsün omega 2. Nə yazırıq? L2. Kəsri-kəsrə bölməni tətbiq etsək, deməli, omega 2 L2 çıxdı kəsrin surətinə. Omega 1 L1 düşdü kəsrin məxrəcinə. Uyğun qiymətləri yazaq. Baxaq, yazaq qiymətlərimizi. Deməli, omega 2 ikincinin nədir? Sadəcə omegadır. Buraya yazırız omega. Sonra L2, baxın bu ikincidir. L2 nədir? 2L. Bura bir 2 yazırız, L yazırız. Digərində isə elə omegası. Omega 1 4 omegadır. Buraya yazırız 4 omega. L-i də L-dir. Omegalar L-lər getdi. Biz nə aldıq burada? Deməli, I1 cərəyan şiddətinin ani qiyməti, yəni təsir edici qiymət. Surətdə burada bir 2 var. Axı 2L yazmışdı. 2 ilə 4 ixtisar gedir. 1 bölünsün 2. Alırıq 2-də 1 variantı. Yəni düsturu yazıb tənasüb qurub, qiymətləri yerinə qoyub həll edirsiniz. Sonra 40 nömrəli testdə deməli, cərəyan şiddəti verilib bizə. Sarğacın deməli, EHQ-nın qiyməti verib, induktivliyi soruşur. Deməli, burada cərəyan şiddəti dəyişirsə, qeyd etdik ki, sarğacda öz-özünə induksiya heqisi yaranır. Öz-özünə induksiya heqisinin düsturu epsilon bərabərdir. Mənfi L vurulsun. Cərəyan şiddəti tənliklə verildiyinə görə biz onun törəmə variantı iştirik T düsturunu yazırıq. Buradan bizdən induktivliyi soruşur, L-i soruşur. Məsələn, EHQ-nın qiymətini bizə neçə verib? Elə buradan tapaq ki, L bərabərdir. Öz-özünə induksiya heqisi bölünsün, mənfi iştirik. Bura nə yazırsınız? İştirik T yazırsınız. Öz-özünə induksiya heqisini verib 2 vurulsun 10 üstü mənfi 3. Sonra bu tənlikdən törəmə alsaz, 2-nin törəməsi 0. 0,4 T-nin törəməsi mənfi 0,4. Burada da mənfi var, oldu 0,4.
2-ni 0.4'e bölsək neçə alacaq? Alırıq 5 vurulsun 10 üstü mənfi 3. İndüktivliyin vahidi də Henry. 10 üstü mənfi 3 də millidir. Ona görə cavab olacaq bizdə 5 milli Henry. Baxaq 5 milli Henry hansı variantdadır? D variantında. Sonra baxırıq 41 nömrəli testdə. Gəlin dəyişək. Deməli, dəyişən cərəyan dövrəsinə kondensatorun tutumunu verib, verilənə deməli, C 10 nanodur. Nano 10 üstü mənfi 9 buraya yazar farad. Biraz da sadələşdirsək, alırıq 10 üstü mənfi 8 farad. Sonra sarğacın induktivliyini verib, eli verib bizə 0,3 Henry verib. Çevirməyə ehtiyac yoxdur. Deyir ki, tezliyin hansı qiymətində? Deməli, bizdən tezliyi soruşur. Tezliyin hansı qiymətində? Sarğacın induktiv müqaməti. Sarğacın induktiv müqaməti deyəndə XL, induktiv müqaməti onun tutum müqamətindən, yəni XC-dən neçə dəfə böyükdür? XC-dən 3 dəfə böyük olarsa, tezliyi tapar. Deməli, burada nə edəcəksiniz? Siz elə bu şərtdən gedəcəksiniz. Baxın, buradan XL-in və XC-nin düsturlarını yerinə yazacaqsınız. XL-in yerinə onun tezliklə olan düsturunu yazırsınız. Buraya yazırsınız 2 pi nö vurulsun L bərabərdir. Deməli 3. XC-nin yerinə yazırsınız 1 bölünsün omega C. XC-nin düsturunu gəlin kənarda yazar. Deməli XC bərabərdir 1 bölünsün omega C. Omega da 2 pi nö C ilə açırsınız. Deməli bu düşür kəsrin məxrəcinə. 2 pi nö vurulsun C. Buradan gəlin əvvəlcə kəsrin məxrəcini azad edib, deməli tamam düsturumuzu alaq. 4 pi kvadratı. Nö'nün kvadratı burada oldu. LC bərabərdir 3'ə. Və buradan da nö'nü soruşur bizdən. Deməli nö bərabərdir 3 bölünsün. Deməli, nö'nün qarşısında yanında olan bütün kəmiyyətlər düşür kəsrin məxrəcinə. 4pi kvadratı vurulsun L, vurulsun LC. Qiymətləri qoyub yerinə hesablama apara bilərik. Yəni, hesablı. Deməli, 3 bölünsün. 4pi kvadratı. Pi kvadratını baxın kökdən çıxartmadım, çünki onu bizə 10 verib. Deməli, 4 vur 10. Burada aldıq 40. Deməli, L verib bizə 0,3. Gəlin, onu da biz 3 vurulsun. 10 üstü mənfi 1 yazsaq. Burada da 10 üstü mənfi 8 var. Olacaq 10 üstü 10 üstü mənfi yaza belə, 10 üstü mənfi 9 yazıram. 3 ilə 3 getdi. Bu 0 bundan bir vergülü sildi. Burada oldu. Mənfi 8. Onu qoy sileyim. Yuxarıdan yazaq. Ardını. Buradan yazaq. Biz tezliyi tapmalıyıq. Tapaq tezliyi. Deməli, biz nə aldı? Nö bərabərdir. Artıq kəsrin surətində heç nə qalmır. 1 qalıbsa elə 1 yazaq. Deməli, məxrəcdə isə qaldı kök altında 4 vurulsun 10 üstü neçə? Mənfi 8. 4 vurulsun 10 üstü mənfi 8-dən də 2 vurulsun 10 üstü neçə çıxacaq? 10 üstü mənfi 4. 10 üstü mənfi 4 də kəsrin surətinə çıxıb olacaq 10 üstü müsbət 4. Bu yazaq. 10 üstü müsbət 4 bölünsün 2. Və biz burada nə alırıq? Deməli, nö bərabərdir. 5 vurulsun, baxın 1 olunub götürək. 5 vurulsun 10 üstü neçə alırıq? 10 üstü 3 alırıq hertz. Baxaq, deməli, buradan da nə alır? Deməli, cavabımız olacaq 5 kHz. Çünki 10 üstü 3 kilodur, alırıq 5 kHz. Eyninə 42 nömrəli test də eynisidir. Burada isə deyir ki, tezliyin hansı qiymətində? İnduktiv müqamət. Yenə yazırsınız. İnduktiv müqamət yazırsınız. XL bərabərdir. Deməli, 2xc. Buradan XL'i açdıq. Nə ilə? 2 pi nö L ilə. Burada da oldu 2 bölünsün 2 pi nö vurulsun C ilə. Aldıq biz burada 4 pi kvadratı, nö'nün kvadratı LC bərabərdir 2'yə. Buradan da nö kvadratını tapırsınız. Nö bərabərdir 2 bölünsün 4 pi'nin kvadratı vurulsun L, vurulsun C. Sadəcə çevirmələr getmədi. Yenə baxın, burada pika var. Ayrıca yazıram, hesablamanı özünüz edərsiniz. Deməli C. Pika 20 vurulsun 10 üstü mənfi 9'dur. Onu biz yaza bilərik. 2 vurulsun 10 üstü mənfi 8 kimi yaza bilərik. Sonra induktivlik L 0,1'dir. Birbaşa yaza gələ 10 üstü mənfi 2 bizə rahat olsun. Sonra bütün qiymətlər var. Yerinə qoyub həll edə bilərsiniz. Çox sadədir, çətin deyil. Əsas düsturu çıxartmağa diqqətli olun. Baxın, şərtdən elə düsturu çıxarırsınız. Yəni, XL-in yerinə onun asılı olduğu düstur, XC-nin də yerinə onun asılı olduğu düsturu yazıb, sonra hesablama aparırsınız. Sonra 43 nömrəli testdə, 43 nömrəli testdə bizə sarğacın induktivliyinin, sarğacdakı gərginliyin cərəyan şiddətindən, gərginliyin zamandan asılı qrafiki verilib. Sarğacdakı cərəyan şiddətinin qrafikini soruşur. Qeyd etdik ki,
sarğacdakı cərəyan rəqsləri, gərginlik rəqslərindən pi bölü 2-yə geri qalır. Yəni, bura siz bir dənə pi bölü 2 əlavə etməklə qrafikinizi tapa bilərsiniz. Məsələn, baxın, bir dənə pi bölü 2 əlavə etdik. Pi bölü 2 əlavə edəndə bizim qrafikimiz başladı nədən? Baxın, 4-cü rübdən ayrıca çəkirəm bura. Yəni, i-nin t-dən asılılığıdır. Baxın, buradan belə bir qrafik çəkdiniz. Başladı nə ilə? Kosinus əyrisi. Bu da mənfi nədir? i-m. Sonra baxaq, görək bunu yuxarıda bizdə hansı variantın içərisində verib. Baxarıq. Bəli, olur. Hansı variant? Oldu Y variantı. Eyni ilə 44 nömrəli test isə cərəyan şiddətin qrafiki verib. İndi deyir ki, gərginliyin qrafikini qur. Gərginliyin grafikinə keçəndə isə qrafikdən pi bölü 2 silirsiniz. Qrafik baxın, pi bölü 2 qədər qabağa sürüşdü. Gərginlik rəqsləri cərəyanı pi bölü 2 qədər qabaqlayır. Deməli, başlamalıdır birinci rübdə sinusla A variantı. Sonra 44 nömrəli testdə yenə qrafikdir. Dəyişən cərəyan dövrəsi sarğac qoşulub. Bunda gərginlik pi bölü 2 qədər qabağa düşür. Qrafikdən bir dənə pi bölü 2 silirsiniz. Qrafiki başlayır birinci rübdən kosinusla. Baxaq, birinci rüb kosinus oldu Y variantı. Aha. Çox rahatdır, asandır. Onları özünüz artıq vərdiş edib tapa bilərsiniz. Keçək 46-ya. Bəli, 46-da induktivlik verib. Eli yazaq 0,2-dir. Cərəyan şiddətin zamandan asılılıq qrafiki verilib. Bir sarğacın induktiv müqavimətini tap. Ümumiyyətlə, belə qrafiklə veriləndə, çünki biz qrafikdən həmişə periodu seçirik. Ona görə biz induktivliyin periodundan olan düsturundan istifadə etməliyik. Burada periodu da tapmaq üçün baxın, tam bir rəqs götürürük. Periodu 0,6-dır. Gəlin onu da yazaq, 6 vurulsun. 0,6-dır. 6 vurulsun, 10 üstü mənfi 2 saniyə yazaq. Və xl bərabərdir. Xl bərabərdir. İnduktiv müqavimət soruşur. 2 pi. Pi bizdə 3-dür. 2 vurulsun 3. Eli verib 0,2. Gəlin yazaq. 2 vurulsun 10 üstü mənfi 1 yazaq. Məxrəcidə də 6 vurulsun 10 üstünə var. Mənfi 2 var. Deməli 2 vur 3 6 elədi. Cavabda bir 2 olmalıdır. 10 üstü mənfi 1. Burada mənfi 1. Cavab aldıq 20. İnduktivliyin vahididir. 20. Doğru cavabımız oldu. B variantı. Sonra ona oxşar tipli test, baxın orada 49 nömrəli testi sadəcə buradan induktivliyi soruşur. Yəni düsturdan eli tapıb çıxaracaqsınız. Baxaq 47 nömrəli testdə. Deməli induktivlik verilib, eli verib bizə çevirmə aparmalıyıq. 4 millidir, milli 10 üstü mənfi 3-dür. Çevirməni mütləq aparmalısınız. Cərəyan şiddətinin təbliği verilib. Deməli burada kök altı 2 cərəyan şiddətinin amplitud qiymətidir. Yəni im kök 2-dir. Sonra sinusdan sonra gələn omeqanın qiymətidir. Omega 214-dür. Baxın, x deməli, omega ilə el veribsə, deməli, bizə induktiv müqavimət artıq məlumdur. Deyir ki, sarğaca qoşulmuş voltmetrin göstərişini tap. Uşaqlar, voltmetrin göstərişidirsə, bu təsir edici qiymətdir. Voltmetrin də təsir edici qiymət onun amplitud qiymətindən kök 2 dəfə nədir? Azdır. Gərginliyin amplitud qiyməti üçün də biz bilirik ki, OM bərabərdir. im vurulsun nədir? XL düsturuna. Yəni, baxın, qanunu biz amplitud qiyməti üçün yazsaq. Yəni, im, burada bir dəqiqə. Yəni, cərəyan şiddətinin amplitud qiyməti im bərabərdir. UM bölünsün nədir? XL-dir. Bunu kəsin surətinə yazırıq. Biz onda im vurulsun XL. XL-in də yerinə yazaq omega L. Və yazırsınız omega L bölünsün kök 2. Düsturu aldıq. Yəni, buradan U bərabərdir. İ'mi neçə verib? İ'mi bizə verib kök 2. Buraya yazırıq kök 2. Məxrəcdə də kök 2 var. Bunlar x'lar gedəcək. Omega 214'dür. Buraya yazırıq 214. Sonra induktivlik də 4 vurulsun. Onun üstü neçədir? Mənfi 3. 214'ü 4'ə vuracaqsınız. 214'ü 4'ə vursa deməli 4 vur 4 6 olacaq. Bizdə neçə? 856. Cavab olacaq B variantı. 10 üstü mənfi 3'ə də nə deyəcəksiniz? Milli. Yəni 4 vursan alırıq 6 1 yadda. Bura vursa 4. Bu da bir 5. 2'ni də 4'ə vursa neçə alırıq? Alırıq 856. 10 üstü mənfi 3'də millidir. Alacaqsınız milli volt olur B variantı. Sonra digər testdə də bizdə baxın, digər testdə uşaqlar. Digər testdə də 48 nömrəli testdə sarğacın induktivliyini soruşur. Baxaq, gəlin yazaq sarğacın induktivliyini. Həmin düsturu çıxarırsınız. Deyir ki, voltmetrin göstərişi. Voltmetrin göstərişi deyəndə onun ani qiyməti. Deməli, U bərabərdir. UM bölünsün nə yazırsınız? UM bölünsün kök 2 yazdınız.
Burada ani qiymət deyən, indi bizə verilib onun amplitüd qiymət yoxdur. Buradan biz yenə ohm qanununa UM bərabərlik IM vurulsun, yazacaqsınız omega L, XL. Gətirib qiyməti yerinə yazırsınız. Burada alırsınız IM, omega vurulsun L, bölünsün yazırsınız kök 2. Buradan da U bərabərlik, baxın U bərabərlik IM, y'min yerinə yazır 2 kök 2. Omega'nın yerinə yazırsınız 100. Baxın yazdık 100. L'in də yerinə bizdən, baxaq bizdən sarğacın induktivliyi soruşur. Gəlin induktivliyi. Baxın sarğacın induktivliyi düsturu silək. L'yi soruşur. Buradan L bərabərdir. UM. UM'in yerinə baxaq. Deməli biz nə etdik? Düsturumuzu çıxartdıq. Bunu gətirib yazdıq burada. Bir dəqiqə. Deməli cərəyan şiddətinin amplitüd qiyməti y'mi yazdıq. Buradan L'yi soruşur. L'yi tapanda yazacaqsınız. U vurulsun kök 2. U vurulsun kök 2. Buraya yazırsınız IM vurulsun omega. Buradan da L bərabərdir. Deməli U vurulsun. Unu bizə 100 verib. Yazırsınız 100 vurulsun kök altı 2. Cərəyan şiddətinin amplitüd qiyməti 2 kök 2'dir. Omega da verilib bizə necə? Omega da verilib 100. Baxın 100, 100 kök 2 getdi 1 bölü 2. 1 bölü 2 neçə alırıq? 0,5 Henry. Doğru cavabımız olur. Hansı variant? B variantı. Sonra 49 nömrəli test, 50 nömrəli test. Baxın, burada induktiv müqavimətin düsturunun periyodunun olan variantını yazır. Deməli, XL bərabərdir. 2pi vurulsun L bölünsün nə yazırsınız? T. Buradan sizə deyir ki, sarğacın induktivliyini tap. L bərabərdir. XL vurulsun T bölünsün nə yazırsınız? 2pi. Qiymətin yerinə qoyursa, hər iki testdə bizdən induktivliyi soruşur. Birini yazsa kifayət edəcək. Deməli, XL-i bizə neçə verib? XL-i bizə verib 12. Buraya yazırıq 12. Qrafikdən periodu götürürsünüz. Baxın, 4 tam period. Tam period olur 4. Burada mütləq vahidinə baxın. Deməli, 4 millisaniyə. 4 vurulsun. Neçə yazacaqsınız? 10 üstü mənfi 3. 2pi də 6'dır. Deməli, 12 ilə 6 ixtisar getdi. Burada qaldı 2. 2 vur 4 bizə verəcək 8'i. 10 üstü mənfi 3 də millidir. Alırsınız 8 milli Henry. Olur bizdə, baxın, olur cavab A variantı. Digər testdə oxşar tipli testdir. Burada da yenə period gəlib çıxacaq 4 olacaq. Müqaviməti, induktiv müqaviməti, yəni XL-i verib. Buradan soruşur sarğacın induktivliyini. Buradan soruşur bizdən L-i. Sonra 51 nömrəli testdə 51 nömrəli testdə dəyişən cərəyan dövrəsində dir tezliyi 2 dəfə artırdıqda. Diqqətli olun. Deməli, bir soruşur aktiv müqavimət. Baxın. Aktiv müqavimətin düsturunu yazanda asılı olduğu, tabi olduğu düstur Royal bölesi. Aktiv müqavimət tezlikdən asılı deyil. Aktiv müqavimət dəyişməz. Deməli, bir C var, bir də D. Deyir ki, XL, bir də XC. XC-nin düsturuna yazırsınız 1 bölü omega C. XL-ə yazırsınız omega L. Tezlik artanda əslində omega da artır da. Məsələn, tezlik artanda XL artacaq. Tezlik artanda, axı XC tezliklə tərs mütənasibdə o azalacaq. Deməli, biri XC azalar, digəri isə artar. Doğru cavabımız olacaq C variantı. Sondan keçirik 52 nömrəli testə. 52 nömrəli testdə dəyişən cərəyan dövrəsindən bir kondensator sarğac və hər birinə də ampermetr qoşulub. Deyir ki, tezliyi artırdıqda ampermetrlərin göstərişi necə dəyişər? Birinci kondensator qoşulmuş dövrə üçün cərəyan şiddətinin qiymətini yazsaq, deməli U bölünsün XC. XC-nin yerinə 1 bölü omega C yazsaq, alırıq U omega C. Və buradan alırıq ki, omeganı da 2 pi-lə açsaq, deməli I1, bu I1'dir. Deməli, U 2 pi vurulsun nə yazırıq C. I burada nü-lə düz mütənasibdir. Burada deyir ki, tezliyi artırdılar. Tezliyi artırdıq, birinci ampermetrin göstərişi artdı. Keçir ikinci ampermetrdə. İkinci ampermetrdə isə dövrəyə sarğac qoşulur. Sarğac qoşulmuş dövrədə U bölü XL, XL-i açırsınız 2 pi-nü nə ilə? L-lə. 2 pi-nü L-lə. Burada da deyir tezliyi artdılar. Burada cərəyan şiddəti, yəni sarğac qoşulmuş dövrədə cərəyan şiddəti tezliklə tərsdir. Onda tezliyin qiyməti isə nə olacaq? Tezlik artanda cərəyan şiddətinin qiyməti azalacaq. Deməli, birinci artar, ikinci isə nə oldu? Azalar. Baxaq görək hansı variantdadır. Deməli, 1 artar, baxın 1'ə yazdıq. 1'ə yazırıq artar, 2'yə isə nə yazırıq? 2'yə yazırıq azalar. Doğru cavabımız olur A variantı. Sonra baxaq 53 nömrəli testdə. 53 nömrəli testdə dəyişən cərəyan dövrəsinə aktiv müqavimət, bir də kondensator qoşulur. Tezliyi artır.
Biz qeyd etdik ki, aktiv müqavimət qoşulmuş dövrə üçün ohm qanunu yazsa I bərabərdir U böl R. R-i də burada açırıq Royal bölüsü. Aktiv müqavimətin düsturunda omega yoxdur, tezlik yoxdur. Aktiv dəyişməyəcək. Deməli, I1 ampermetrin göstərişi dəyişməyəcək. Bir A-da var, bir də D-də var. Bəs kondensator qoşulmuş dövrədə isə yazırsınız I2 bərabərdir. U bölünsün XC. XC-nin açısı 1 böl omega C. Onda biz alırıq U. Omeganın açısı 2 pi nü C ilə. Deməli, cərəyan şiddəti burada tezliklə düz mütənasibdir. Tezliyi azaltdıqda cərəyan şiddəti azalacaq. Doğru cavabımız olacaq A variantı. Eyni ilə 54 nömrəli testlərdə oxşar tipli testlərdir. İndi burada da aktivlə dövrəyə kondensatorla aktiv naqil qoşulub da, aktiv müqavimətli naqil. Deməli, R. Qeyd etdik ki, aktiv müqavimətli naqildə cərəyan şiddətidir, yəni omega period tezlikdən asılı deyil. Ona görə o dəyişməz. Deməli, I1 dəyişməyəcək. D ilə Y variantına baxırıq. Burada əslində elə I2 isə dəyişəcək. Niyə görə dəyişir? Düsturu yazırsınız. Deməli, cərəyan şiddətinin amplitude ki, cərəyan şiddətinin göstərişi I bərabərdir. U bölünsün yazırsınız XL. Buradan da XL-i açırsınız nə ilə? XL-i açacaqsınız. U bölünsün. Buraya yazırsınız 2 pi nü vurulsun L. I burada nü ilə tərs mütənasibdir. Burada deyir ki, tezliyi azaltdıqda cərəyan şiddətinin qiyməti artacaq. Doğru cavabımız olacaq Y variantı. Sonra 55 nömrəli testlər. Dəyişən cərəyan dövrəsinə lampa və induktiv sarğac qoşulub. Belə bir şəkil çəkəcəksiniz. Deməli, lampa bir də dövrəyə qoşulub sarğac. Baxın, qoşulub sarğac. Belə. Gətirdik, birləşdi. Bura L. İndi bizə deyir ki, sarğaca ferromaqnit içlik daxil etdilər. Sarğaca içlik daxil etdikdə biz dedik ki, XL artır. İnduktiv müqavimət artır. O zaman bizdən soruşur ki, lampanın közərməsi necə dəyişir? Biz yazırıq I bərabərdir. U bölünsün XL. XL-i də açacaqsınız. Omega mü L0 ilə. Deməli, cərəyan şiddəti burada içliklə tərs mütənasibdir. İçlik daxil etdikdə lampanın közərməsi azalacaq. Götürürsünüz nədir? Çünki cərəyan şiddəti azalır. Onda götür ki, lampanın közərməsi azalar. Doğru cavabımız oldu C variantı. Sonra 56 nömrəli testdə dəyişən cərəyan dövrəsinə baxın, yenə 2 lampa qoşulub. Bizdən lampanın parlaqlığı soruşur. Lampanın parlaqlığını təyin etmək üçün onlardakı cərəyan şiddətlərini müəyyənləşdirməli. Kondensator qoşulmuş dövrədə yazacaqsınız U bölünsün XC. XC-ni açacaqsınız 1 böl omega C ilə. Burada da tezlik olduğuna görə omeganı açırsınız 2 pi nü vurulsun C ilə. Sonra keçək I2. Digərinə isə kondensator qoşulub. Yazırsınız U bölünsün XL. Burada yazırsınız U. XL-i də açırsınız burada 2 pi nü vurulsun 1 bölünsündən olur bir dəqiqə. Deməli, U-nun da yerinə burada U. XL-i də açacaqsınız 2 pi nü ilə. İndi biz nə aldıq? Burada deyir ki, tezliyi nə etdikdə? Tezliyi azaltdıqda. Deməli, kondensatorda tezliyi azaldanda cərəyan şiddəti azalacaq. Cərəyan şiddəti azalanda, deməli, birinci lampanın parlaqlığı azalacaq. Digərində isə sarğac qoşulmuşda tezliyi artır və tezliyi yenə azaldır. Amma cərəyan şiddəti artır. Onda 2 lampasının parlaqlığı artacaq. Götürürsünüz 1 azalar, 2 isə nə olar? 2 isə artar. Doğru cavabımız olacaq B variantı 56-da. Sonra oxşar test baxın, digəri də eynisidir. 57, eynisi deyil, fərqlilik nədir? Burada qoşulub aktiv müqavimətli naqil. Aktiv müqavimətli naqil tezlikdən asılı olmadığına görə, deməli, tezliyi dövrədə, dəyişən cərəyan dövrəsinə tezliyi artırdıqda, azaltdıqda, lampanın közərməsi dəyişməyəcək. Deməli, 2 dəyişməyəcək. Bir bu var, bir də bu. Sonra deyir ki, tezliyi artırdıqda, deməli, sarğac qoşulmuş dövrə üçün yenə ohm qanunu yazırsınız. U bölünsün XL. XL-i də açırsınız omega. Burada yazın 2 pi nü L ilə. I burada nü ilə tərs mütənasibdir. Tezlik artanda cərəyan şiddəti azalır və lampanın közərməsi də azalır. Götürəcəksiniz azalar, dəyişməz. Doğru cavabımız olacaq C variantı. Digəri yenə açar sözlərdir. Onları özünüz baxarsınız. Elə də çətin deyil. Keçək 59 nömrəli testə. Deməli, induktiv sarğac qoşulmuş dəyişən cərəyan dövrəsidir. Tezlik artır. Tezlik artanda hansı kəmiyyətlər dəyişəcək? Deməli, götürək ki, tezlik artdı. Tezlik artırsa bilirik ki, XL. XL bərabərdir 2 pi nü L-dir. Tezlik artırsa XL artır. Deməli, deyir ki, induktiv müqavimət artır. Bir doğrudur.
Sonra əgər müqavimət artırsa, cərəyan şiddəti azalır. Çünki I bərabərdir. U bölünsün nədir? XL-dir. Deməli, tezlik artı, XL artdı. XL artanda cərəyan şiddəti azaldı. Götürsə, cərəyan şiddəti azalacaq. Cavab olacaq 1, bir də nədir? 5. Keçirik 60 nömrəli testə. Deməli, induktiv sarğac qoşulmuş dəyişən cərəyan dövrəsi. Deməli, tezliyi nə edirlər? Azaltdılar. Yenə qeyd edirik. Deməli, XL tezliklə düz mütənasibdir. Tezlik azaldı. Tezlik azalanda induktivlik də azaldı. Onda cavab 2. Cərəyan şiddəti isə induktivliklə tərs mütənasibdir. U bölünsün XL. Cərəyan şiddəti tərsdir, gərginlik sabitdir burada. Burada isə tezlik azaldı. Deməli, induktivlik azaldı. Cərəyan şiddətinin qiyməti nə etdi? Artdı. Oldu nədir? 2, bir də 4. Sonra baxaq, digəri isə qrafikdir. Deməli, dəyişən cərəyan dövrəsinə sarğac qoşulub, cərəyan şiddəti maksimal qiymətinin verilmiş kəmiyyətlərdən asılıdır. Cərəyan şiddəti maksimal qiyməti düsturları çıxartmalısınız. Gərginlik sabitdir. U-n bölünsün XL. XL-i açırsınız burada omega L-lə. I burada omega ilə tərs mütənasibdir. Deməli, biri olacaq 2. 1, 2. Sonra omeganın yerinə buraya 2pi bölü t yazsaq, yəni XL-i burada. Bura olursa 2pi-L periyod çıxdı kəsrin surətinə. Burada oldu U-M. Cərəyan şiddəti burada periyodla oldu. Düz mütənasib. Deməli, 3 də doğrudur. Sonra cərəyan şiddəti induktivliklə tərs mütənasibdir. Biri də 5. Deməli, 2, 3, bir də nə oldu? 5. Keçirik 62 nömrəli testə. Artıq açıq suallardır. Açıq suallarda da düsturları yazması. Məsələn, ki, tezliyin hansı qiymətində? Yazasınız növ bərabərdir suala. Sarğacın induktivliyi L verib 0,1. Sonra induktiv müqaviməti XL verib neçə? 30. 30. Bizdən tezlik. Bunun üçün XL bərabərdir. 2pi növ L düsturunu yazırsınız. 2pi növ vurulsun L. Buradan da növ bərabərdir. XL bölünsün. 2pi vurulsun L. Buradan XL bərabərdir. XL-i bizdən neçə verib? Deməli, induktiv müqavimət verib 30. Buraya yazırsınız 30. 2pi 6-dır. İnduktivlikdə verilib 0,1. Surətə məxrəci 10-a vursa burada 300 alırsınız. 300-ü də 6-ya bölsə neçə alırıq? 50 Hz. Sonra eyni ilə digər testdə eynisidir. Burada da tezliyin hansı qiymətində? Burada da bizdən tezliyi soruşub. Eyni düsturda sadəcə qiymətlər fərqlidir. Sonra 64 nömrəli testə baxaq. 64 nömrəli testdə induktivlik verilir, cərəyan şiddətinin tənliyi verilir, sarğacın uclarındakı gərginliyin maksimal qiyməti sorulur. Gərginliyin maksimal qiyməti ilə U-n bərabərdir. I-n vurulsun omega L. Buradan da U-m bərabərdir. I-n bizdə 5-dir. Omega bizdə 200-dür. Yazırıq 200. L-in qiyməti də 0,3-dür. Vergül buradan 10'luğu sildi. Sonra 2 vurulsun 5. Bizdə 10. Sonra burada 100 olur. Yəni 100 olur. 100'ü də vururuq. 3'ə neçə alırıq? Alırıq 300 volt. Deməli, gərginliyin amplitud qiyməti neçə oldu? 300 volt. Eyni ilə digər testdə, 65 nömrəli testdə, oxşar tipli testdə gərginliyin maksimal qiyməti. Baxın, uşaqlar, bu düsturu yazırsınız. Qiymətləri qoyursunuz yerinə. IM 10'dur. Omega 100'dür. Bu da 0,5. Hamısı bir-birinə vurulur. Deməli, 10'u vursa 0,5'ə 5, 5'i də 100'ə vurursa cavab alacaqsa 500. Mütləq amma düsturu yazmalısınız. Sonra 65 nömrəli testdə tezlik verilib, sonra kondensatorun tutumu verilib. Burada çevirmə getməlidir. Kondensatorun tutumu 4 vurulsun, onun üstünə neçə yazacaqsınız? -6. İnduktivlik 1'dir. Tezlikdə verilib. İndiki tutum müqavimətin induktiv müqavimətə nisbəti. Yəni, XC-nin XL-ə nisbəti. XC-nin yerinə yazacaqsa 1 bölünsün. Omega'nı açacaqsa 2pi nöc. XL-in də yerinə 2pi, burada C-ni yazaq, 2pi nöl. Buradan biz nə alırıq? Deməli, 1 bölünsün 4pi kvadratı, növ kvadratı. Burada da oldu LC. Buradan XC-ni bölürsünüz XL-ə. Bu da bərabərdir. Deməli, 1 bölünsün 4pi kvadratı. Pi kvadratı 10'dur. Bura bir 10 düşdü. Tezlik 50'dir. 50'nin kvadratı. Buraya yazacaqsa 2500. Sonra induktivlik 1'dir. Periyodu C'ni də verib bizə neçə? 4 vurulsun. 10 üstü -6.
Gəlin belə edək. Deməli 1, 2, 3, 0 buradan silsək, burada olacaq -3. 4'ü 25'e vursak olacaq 100. Bu da 2, 0 buradan silsək qalır 10 üstü -1. 10 üstü -1'i kəsrin surətinə çıxarsaz, x-ni bölürsünüz x ilə. Burada olur 10 bölünsün 4. 10 bölünsün 4 də bizə neçə verəcək? 2 tam 10'da 5'i. Deməli, doğru cavabımız oldu. Neçə? 2 tam 10'da 5. Digərləri də elədir. Məsələn, 67 nömrəli testdə isə deyir ki, induktiv müqamətin tutum müqamətinə nisbəti. Gəlin düsturu çıxaraq. Yoxsa çevirmələri etməlisiniz mütləq orada. Baxın, induktiv müqamətin, yəni XL-in XC-yə nisbəti. Burada da tezlik verildiyinə görə XL-i açırsınız 2 pi nü L-lə. Buraya yazırsınız 2 pi nü L. X-ni də açırsınız 1 bölünsün 2 pi nü vurulsun C. Bunlar çıxır kəsrin surətinə alırsınız 4 pi kvadratı, nü kvadratı, L C. Və buradan qiymətləri yerinə qoysa, gəlin hesablayaq. 4 pi kvadratı 10'dur. Nü bizə 50 verib. 50'nin kvadratı alacaqsınız 2500. Sonra induktivliyi 2 verib. Buraya yazaq 2. Kondensatorun tutumunu 3 mikro verib. Mikro neçədir? 10 üstü -6. Yenə əvvəlki kimi, məsələn, burada bir min var. Burada oldu 10 üstü -3. 4'ü 25'e vuranda 10 üstü 2 100 olacaq. Bu da geçsə burada qaldı -1. 2 vur 3 6. Bu da 10 üstü -1'dir. Onda biz nə alırıq? Deməli, XL-in XC-yə nisbəti alırsınız 0 tam 10'da 6. Bitti. Sonra 68 nömrəli testdə isə rəqslərin tezliyini soruşur. Burada induktiv cərəyan şiddəti rəqslərinin tezliyi. İnduktiv müqamətin tezlik nə olan düstur? XL bərabərdir 2 pi nü L düsturunu yazırsınız. Düsturdan nəyə tapacaqsınız? Elə qiymətləri yerinə qoyub nünü tapacaqsınız. Heç bir çevirməyə də ehtiyac yoxdur. Baxırıq 69 nömrəli testdə. 69 nömrəli testdə deməli, dəyişən cərəyan dövrəsinə 3 müqavimət qoşulur. İndi deyir ki, dövrədə kondensatorun tutum müqaviməti 30, rezistorun aktiv müqaviməti 50 və deyir ki, induktiv müqavimətin hansı qiymətində ampermetrin göstərişi maksimum olar. Deməli, ampermetrin göstərişinin əslində maksimum olması üçün dövrədə rezonans hadisəsi baş verməlidir. Rezonans hadisəsi də o deməkdir ki, induktiv müqavimət bərabər olmalıdır tutum müqavimətlə. Yəni, XC bərabər olmalıdır XL-ə. XC-ni də bizə 30 verdiyinə görə elə burada cavabımız neçə olacaq? Cavab olacaq 30. Keçirik 70 nömrəli testə. 70 nömrəli testdə də bundan əvvəlki işlədiyimiz testin bir başqa variant eynisidir. Yəni qiymətlər fərqlidir. Deyir ki, tutum müqavimətinin düsturu XC-dir, induktiv müqavimətin düsturu isə XL-dir. Tutum müqavimətinin yerinə 1 bölünsün yazacaqsınız 2 pi nü vurulsun C. Burada məxrəcə 2 pi nü vurulsun L yazacaqsınız. Buradan alırıq 1 bölünsün 4 pi kvadratı nü'nün kvadratı vurulsun L C. Qiymətlərini yerinə qoyursunuz. Çünki bütün qiymətlər var. Yerinə qoymaqla məsələni hesablaya bilərsiniz. Digərində isə, məsələn, bax, bu düsturla 70 nömrəli testi. Baxın, düsturu yazdım mən sizə. Qiymətləri yerinə qoymaqla həll edəcəksiniz. Məsələn, 71 nömrəli testdə. 71 nömrəli testdədir ki, induktiv müqaviməti, yəni XL-in XC-yə nisbəti. Deməli, XL-in düsturuna yazacaqsınız 2 pi nü L. XC-yə yazacaqsınız 1 bölünsün 2 pi nü C. 1 bölünsün 2 pi nü C kəsrin məxrəcinə, surətinə çıxacaq. Alacaqsınız 4 pi kvadratı, nü kvadratı. Buraya yazırsınız L C. Qiymətləri yerinə qoymaqla hesablama aparırsınız. Sonra baxaq, digərləri isə uyğunluq tipli testlərdir. Deməli, dəyişən cərəyan dövrəsində yalnız aktiv müqavimət qoşulub. Yalnız aktiv müqavimət qoşulubsa, cərəyan rəqsləri ilə gərginlik rəqsləri fazaca eynidir. Deməli, rəqslər eyni fazada, deməli, rəqslər eyni fazada baş verəcək. Deməli, rəqsləri fazaca eynidir. Deməli, aktiv müqavimətə gediləcək Y variantı. Sonra kondensator qoşulmuş dövrədə cərəyan şiddətinin rəqsləri gərgin. Kondensator qoşulmuş dövrədə cərəyan şiddətinin rəqsləri gərginlik rəqslərini pi bölü 2 qədər qabaqlayır. Bura gedəcək A. Sarğac qoşulmuş dövrədə isə cərəyan şiddəti rəqsləri gərginlik rəqslərinə pi bölü 2 qədər geri qalır. Burada yazacaqsınız B. Deməli, hərəsinə bir variant getdi. Eynilə 73 nömrəli testdə oxşar tipli testi.
Deməli, dəyişən cərəyan dövrəsinə aktiv müqavimət qoşulub. Aktiv müqavimət qoşulubsa, yenə onlar eyni fazada rəqs edir, yəni gərginlik rəqsləri ilə cərəyan rəqsləri. Kondensator qoşulubsa, gərginlik rəqsləri cərəyan şiddəti rəqslərindən pi/2 qədər geri qalır. Deməli, burada gərginlik rəqsləri cərəyan rəqslərindən pi/2 qədər geri qalır. Bura olacaq B. Sarğac qoşulmuş dövrədə isə gərginlik rəqsləri cərəyan şiddəti rəqslərini pi/2 qədər qabaqlayır. Burada olacaq A. Sonra 74 nömrəli testdə. 74 nömrəli testdə dəyişən cərəyan dövrəsi növbə ilə rezistor, sarğac və kondensator qoşulur. Burada artar, azalar dəyişməz. Deməli, burada uyğunluqlar getməlidir. Nəyi soruşulursan? Bir dəqiqə baxaq. Rezistor qoşulub. Bir tezliyi artırdıqda aydındır ki, deməli, aktiv müqavimət üçün dəyişməz olar. Aktiv müqavimət dəyişməyəcək. Buraya yazacaqsınız dəyişməz. Tezliyi artırdıqda induktiv müqavimət XL-dir. XL tezliklə düz mütənasibdir. Deməli 3-ə biz dəyişməzə yazdıq A. Sonra induktiv müqavimət artar. 1. İnduktiv müqavimət artacaq. Çünki o tezliklə düz mütənasibdir. Buraya yazacaqsınız B. 2. Tutum müqaviməti isə azalacaq. Baxaq görək burada nələr qoyub. Deməli, tutum müqaviməti azalır. Olacaq nədir? C-ni buraya yazacaqsınız. Sonra burada bir dəqiqə qaydaq testdə. Testdə bizə nədir? Demək, tezlik artır. Qeyd edək onu bura. Baxın, tezlik artır. Digərinə biz yazdıq. Tezlik artırsa, aktiv müqavimətdəki cərəyan şiddəti də dəyişməyəcək. Deməli, D variantında dəyişməz idi. Deməli, induktiv müqavimətdə axan cərəyan şiddəti. Çünki induktiv müqavimətdə axan cərəyan şiddəti I bərabərdir, yəni U bölünsün, I bərabərdir, U bölünsün XL də açırsa 2π/L-nə. Tezlik artanda cərəyan şiddəti azalacaq. Azalar da deyəsən səhv etmirəmsə bizdə, bax buradaydı. Deməli, cərəyan şiddəti azalacaq. 2-yə də yazacaqsınız nədir? 2-yə həm də yazacaqsınız Y-ni. Baxaq bir də. Deməli, azalar 2-dədir. Deməli, doğru cavabımız oldu bizdə. Deməli, 1-ə B, 2-yə C-Y, 3-ə də A-dir. Keçirik 75 nömrəli testə. 75 nömrəli testdə oxşar tipli testi. Deməli, dövrəyə rezistor, yəni R, dövrəyə sarğac, yəni XL, bir də XC qoşulub. Burada deyir ki, tezliyi azaltdıqda, deməli, növ azalır. Növ azalırsa, aktiv dəyişməyəcək. Deməli, aktiv dəyişməyəcək, bu A, bura yazdı. Sonra tezlik azalır, induktiv müqavimət azalacaq, yəni sarğacınki azalacaq. Baxaq, induktiv müqavimət A. Əgər induktiv müqavimət azalırsa, sarğacdakı cərəyan şiddət bir dəqiqə azaları bura yazacaq, bir dəqiqə A-nı hamısına yazın, mən bir dəqiqə tezdən bunu silək. Deməli, tezliyi azaltdıqda aktiv müqavimət dəyişmir. Tezliyi azaltdıqda induktiv müqavimət azalacaq. B-ni bura yazırıq. Çünki XL burada nüylə düz mütənasibdir. Sonra tutum müqaviməti XC bərabərdir 1 bölünsün omega. Omeganın da açısı 2π/C-lə. Tezlik azalanda XC artacaq. Tutum müqaviməti artacaq. Onu bura yazdınız. Sonra aktiv müqavimətdən axan cərəyan şiddəti o da dəyişməyəcək. D-ni bura yazdıq. İnduktivdəki cərəyan şiddəti isə artacaq. Çünki induktiv müqavimət azaldı. Deməli, bu da bizim doğru cavabımız. Keçək 76 nömrəli testdə. 76 nömrəli testdə oxşar tipli testdə sadəcə şəkillə verilib bizə. Deyir ki, dövrədə periodu azaltsaq. Aktivə qoşulanlar dəyişməyəcək. Deməli, aktivə qoşulub A1. Deməli, onu buraya yazırız, sabit qalacaq. Digərləri isə dəyişəcək. Birinci XL ilə XC-ni tapaq. XL, XC. Buraya yazırsa 1 böl omega 2π/T çıxacaq kəsrin surətinə. Burada olacaq C. Periodu azaltsaq, XL artacaq, induktiv müqavimət artacaq. Deməli, induktiv müqavimət artır, buraya yazırsınız D-ni. Tutum müqaviməti isə periodla düz mütənasib olduğuna görə tutum müqaviməti azalacaq. Deməli, XC tutum müqaviməti azalacaq, buraya yazırsınız Y. Sonra soruşur ki, ampermetrin göstərişi. İndi biz nə tapdıq? Deməli, dedik ki, induktiv müqavimət artdı. Yazırsınız U bölünsün XC. İnduktiv müqavimət artırsa, yəni sarğacın müqaviməti artdı.
Sarğaca qoşulmuş ampermetrin göstərişi artacaq. Sarğaca qoşulmuş ampermetrin göstərişi daha doğrusu azalacaq. Çünki XL ilə cərəyan şiddəti XL ilə tərs mütənasibdir. Deməli, I2 azaldı. Baxın, I2 azaldı. XL, I2 azaldı. Bura yazacaqsınız B. Bu zaman isə kondensatora qoşulmuş ampermetrin göstərişi artacaq. O X3'dür. Buraya yazırsınız. Deməli, U bölünsün. 1 bölünsün. Burada olacaq bizə 1 bölünsün XC'dir. XC'ni açacaqsa 1 bölünsün omega C. Buradan da bərabərdir. U omega C. Kəsrin surətinə omega da 2 pi böl T vurulsun C. Burada dedi ki periyod azaldı. Periyod azalanda I3 artdı. Buraya yazacaqsınız C variantını. Oldu, bax bu variant var. Biraz diqqətli olmalıyıq. Nəhayət 77 nömrəli testdə, 77 nömrəli testdə. Dəyişən cərəyan dövrəsinə qoşulmuş cərəyan şiddətinin amplitud qiymətləri üçün hansı ifadələr doğrudur? Cərəyan şiddətinin amplitud qiymətinin düsturun yazısı IM bərabərdir. UM bölünsün. Omega L yazırsınız. Deməli, birinci şəkildə L 2L-dir, omegası da 3-dür. Onda məxrəcə düşəcək 6. Deməli, 1-ə gedəcək bizdə 6 ilə olan. 1-ə gedəcək D variantı. İkinci şəkildə L L-dir, omegası 5-dir. Onda məxrəcdə olacaq 5 omega L. 5 omega L, bura olacaq A variantı. 3-də isə L 3L-dir, omegası sadəcə L-dir, məxrəcdə olacaq 3L. Burada gedəcək C variantı. Baxaq növbəti testimizə. Oxşar tipli testi yenə. Yenə bu variantla siz hər biri üçün ohm qanunu yazırsınız. Deməli, birincidə L 2L-dir, omegası sadəcə L-dir. Birinci yazırsınız IM bərabərdir. UM bölünsün omega L. Deməli, burada olacaq 2 omega L. Məxrəcdə 2 omega L. Deməli, bura götürdük B-ni. İkincidə omegası 3-dür, L L-dir. Burada olacaq indi 3 omega L məxrəcdə. Bura C-ni götürdük. 3-də isə 6 omega L olacaq. Burada götürəcəksiniz D-ni. Bitti. Sonra 79 nömrəli test. Bundan əvvəlki ilə işlədiyimiz test kimidir. Eynisidir, yəni fərqlilik. Fərqlilik deyəndə indi buradadır ki, periyodu artırdıqda. Mütləq hər biri üçün yazır. Onsa aktivdə dəyişməyəcək, yəni R dəyişməyəcək, deməli I1 dəyişməyəcək. Deməli, sabit qalır. 3-ə yazacaqsınız sadəcə nəyi? A-nı. Çünki aktiv dəyişmir. Amma digərləri isə dəyişəcək. Məsələn, birinci ampermetrin birinci götürdü, bu getdi. Bunu bildik. Keçirik ikinci ampermetrin göstərişi. İkinci ampermetrin göstərişində dövrəyə qoşulub sarğac. Deməli, U bölünsün XL. Burada da XL-i açacaqsınız nə ilə? Gəlin elə buradan gedir. XL-in yerinə buraya yazacaqsınız 2 pi L böl T. İndi gəlin baxaq. Deməli, periyodu artırdıqda. Periyod artdı. XL azaldı. I2 nə oldu? Artdı. İndi baxın, I2 artdı. Deməli, 1-ə götürəcəksiniz nəyi? B-ni. Amma XL induktiv müqamət nə oldu? Azaldı. 2-yə nə götürəcəksiniz? 2-yə götürürsünüz D-ni. Sonra bunu kondensator qoşulmuş dövrə üçün, yəni I3 üçün yazırsınız. Üçüncü üçün. Deməli, I3 bərabərdir U bölünsün XC. XC 1 bölünsün omega C'dir. Omega da 2 pi böl T gəldi, çıxdı bura. İndi biz baxdıq. Periyod artdı. Periyod artanda tutum müqaməti artacaq. Amma ona qoşulmuş ampermetrin göstərişi azalacaq. Deməli, I3 azalır. Deməli, buraya yazacaqsınız C-ni. Tutum müqaməti isə artır. Burada yazacaqsınız Y-ni. Bax, bu da oldu bizim doğru cavabımız. Deməli, bugünlük bu qədər. Deməli, bugün biz sizlə baxdıq. Dəyişən cərəyan dövrəsində sarğac qoşulub, yəni həmin sarğacın cərəyana göstərdiyi induktiv müqamət və dövrədəki, deməli, topluda verilmiş testlərin izahı ilə bir də qısa mövzu izahı ilə də tanış olduq. Bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.